eyni zamanda Ermənistan konstitusiyasında əsasən, yəni əsası konstitusiyada olmaqla bir sıra normativ hüquqi aktlarında Azərbaycan ərazisinə dair iddiaların hələ də qaldığı faktı qeyd olundu və bunun sülh prosesindən normallaşma prosesi üçün ən ciddi təhdid olaraq qalmaqda olan bir element kimi tərəfindən qeyd edildi. Bununla yanaşı olaraq Azərbaycan tərəfinin təbii ki, daim nəzarətində olan və hesab edirəm ki, bölgə üçün narahatçılıq mənbəyi olan Ermənistanda çox intensiv silahlandırma siyasətinin həyata keçirilməsini qeyd etmək olar. 2024-cü illə ötən illə müqayisədə Ermənistanın hərbi büdcəsinin təxminən 50% artması, bir sıra dövlətlərlə bu sahədə intensiv işin aparılması hesab edirik ki, bölgədə sabitlik, sülh və əmin-amanlığın yaradılmasına əngəl olan bir faktorlardır. Burada Ermənistanın bu sahədə apardığı yanlış siyasətlə bərabər olaraq bəzi ölkələrin də Ermənistana vədlərin verilməsi, qızışdırıcı və təhrik edici addımların atılması hesab edirik ki, bölgə üçün ciddi təhdid məhməli olaraq qalmaqdadır. Təbii ki, bütün bu proseslər ölkəmiz tərəfindən nəzarət edilir, müşahidələr aparılır və biz hesab edirik ki, Ermənistan tərəfi həqiqətən də ciddi və səmimi şəkildə sülh müqaviləsinin başa çatdırılmasını, regionda dayanıqlı sülhün bərqərar olunmasında maraqlıdırsa, atdığı adımlara ciddi nəzərdən keçirməlidir və burada biz əhəmiyyətli dəyişikliklərin gözləyirik.